Gələn il nə pensiyalar, nə də minimum əmək haqqı artırılacaq. Bu barədə hökumət insanlarımıza artıq məlumatlandırır. Amma qətiyyən belə başa düşməyin ki, bu dövlətimizin kasıblığı ilə, pulunun az olması ilə bağlıdır. Əksinə, hökumət biraz əvvəl bəyan eləmişdi ki, bu ilki büdcədə 4 milyard yarım xərclənməmiş artıq pul qalıb. Valyuta ehtiyatlarımızsa 81 milyarda çatıb. Maşallah, 81 milyard dollar. Bəs hökumət niyə belə addım atır? Niyə görə pensiyalar, əmək haqqlarını qaldırmır? Bunun təkcə səbəbi mənə görə hakimiyyətin öz xalqını çox sevməsi ilə bağlıdır. Hökumət nümayəndələri tez-tez deyir ki, biz xalqımızın əlabaxan olmasını istəmirik. İstəyirik ki, xalqımız o qədər zəngin olsun ki, heç dövlətin təminatına da ehtiyac qalmasın. Gözəl biznes şəraiti yaradıblar və mən bunun bariz nümunəsini dünən YouTube'da gördüm ki, Əliyevin 16-ca yaşı olan nəvəsi Bakının ən dəbdəbəli yerində restoran açıb, xalqımızın da nə qədər nümayəndəsi gəlib orada yeyib içib, toy bayram eləyirdi. Öz aramızda 16 yaşlı uşaq Bakıda ən bahalı yerdə restoran açıb biznesini qura bilirsə, Natiq, Namiq, Məmməd, Vəli, Qəfər niyə görə öz məhəlləsində, öz rayonunda, öz şəhərində bu işi görə bilməsin? Haydi iş başına, zirək olaq, biznesimizi gücləndirək, varlanaq, bir tərəfdən vergilərimizlə, bir tərəfdən cərimələrimizi ödəməklə dövlətimizi də zənginləşdirək. Ağlaşma qurmağın yeri yoxdur. Hökumət bizi sevir, biz onun bu sevgisini layiqincə qiymətləndirməliyik.